Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu ve selamu ala Abdullahi Muhammedin ve ala alihi ve sahbihi ve selleme teslimen kethira ve ba'd. Allah hamd olsun ki Allah Teala bizi güzel Ramazan ayına çatdırıb və onun fəzilətindən götürməyi, onun fəzilətindən istifadə eləməyi bizə müvəffəq eləyib. Və Allahdan istəyirəm ki, Allah Teala daim eləsin, davamlı və kəsməsin əcrini, mükafatını və səbəb eləsin burada olan qardaşların və ya burada olmayan, fərqi yoxdur, müsəlmanların günahlarının bağışlanması üçün bu ayı və bu ayda edilən hər bir əməli, bu əməl ki, Allah'a yaxınlaşdırır və axirət diyarına yaxınlaşdırır. Və təbii ki, bu ay fürsətdir və bu fürsəti qaçırma, istifadə et. Ola bilər başqa Ramazanları görməyəsən. Ola bilər bu axırıncı Ramazan olsun kimsə üçün. Həyat bu qədər etibarsızdır. Ona güvənmək olmaz. Ona arxayın olmaq olmaz. Ona bel bağlamaq olmaz ki, bu dəfə keçdi gələn səfər. Bu dünya işlərində belə olmur. Bəzən bir şey gecikdisə artıq gecikdi. İnsana peşmançılığından başqa və o barədə bəhs eləməkdən başqa heç nə qalmır. Ona görə əlindəykən bu gözəl günləri dəyərləndir, gündüzünü oruç tut, Quran oxu, gecəsini namaz qıl, ayaq üstə dur və məşğul olma başqa şeylərlə, o şeylər ki, səni Allahdan uzaqlaşdırır. Onsuz da başqa aylarda vaxtımız çoxdur. Başqa aylarda hər şeylə məşğul oluruq. Oruç tutanımız az, gecə namazı qılanımız azdır. Amma bu yeganə aydır ki, sən bir ay tam oruç tutursan və bu yeganə aydır ki, sən tam gecə namazı qılırsan hər gün. Bu mühüm nöqtədir. Ona görə bundan yan gedmə, qaçma. Və bu ay tövbə ayıdır. Tövbə, günahlardan dönmək, günahlardan qayıtmaq, Allah'a yaxınlaşmaq. Həmçinin tövbə elə hər gün. Tövbə eləyək, bağışlanma istəyək Allahdan. Bu ay böyük fürsətdir Allah Taala'nın insanları bağışlaması üçün. Çünki bu ay cəhənnəmin qapıları bağlanır və cənnətin qapıları açılır. Bu ay fürsətdir. Bu ayın fəziləti Allah qatında böyüdür. Və bilirsiniz, tövbə səbəbdir bəzi şeylərə və istəyirik bəzi səbəb olduğu şeylərdən bəhs eləyək. Qısa, müxtəsər olaraq, uzun olmadan. Ən birinci bilmək lazımdır ki, tövbə səbəbdir Allah Taala'nın məhəbbətini cəlb eləmək üçün. Yəni, insan tövbə edərkən Allahın sevgisini cəlb edir. Allah Teala Quran-Kərimdə buyurur ki, İnnallaha yuhibbut-tevvabin. Allah tövbə edənləri sevir. Yəni, məna odur ki, Allah tövbə eləməyənləri sevmir. Əks məna budur. Allah tövbə eləməyənləri sevmir. Belə insanlar var, tövbə eləyə bilmirlər, dua eləyə bilmirlər. Var belə insanlar. Onlar dua eləyə bilmir, tövbə eləyə bilmir. Belə insanlar var. Deməli, tövbə eləmək, dua eləmək, bu Allahın insana verdiyi müvəffəqiyyətdir. İnsan müvəffəq olar əllərini göyə qaldırıb, yerlərin və göyün Rəbbindən nəsə bir ehtiyacını istəməyi. Ona görə Ömər ibn Xattab radiyallahu deyir ki, mənə maraqlı deyil, mənim Allah dualarımı qəbul edir, yoxsa dualarımı qəbul etmir. Maraqlı orasıdır ki, mən dua edə bilirəm. Yəni, mənə hələ icazə verir əllərimi ona tərəf qaldırıb ehtiyaclarımı ona ərz eləməyə. İndi o verəcək, verməyəcək, onun hikmətinə bağlıdır, lütfüna bağlıdır, mənim əməllərimə bağlıdır. Bu, məsələnin o biri tərəfidir. Amma məsələnin bu biri tərəfi ki, sən müvəffəq olmuşsan. Sən müvəffəq olmuşsan, əlvi qaldırıb aləmlərin Rəbbindən istəməyə. Bu mühümdür. Və Allahın məhəbbətini cəlb edir. İkinci, tövbə eləmək nicat tapmaqdır. Allah Teala buyurur ki, Quran-ı Kərimdə və tubu ilallah cəmiən. Hamınız Allah'a tövbə eləyin. Eyyuhəl mu'minun. Ey iman edənlər, لَعَلَّكُمْ تُفْلِحُونَ.
bəlkə nicat tapdınız. Yəni, dua həmçinin nicat qapısıdır. Dua edəndə insan artıq nicat, xilas olmaq üzərədir. Ona yaxındır. Amma duasız insan, tövbəsiz insan, daha doğrusu, xilas olmaq üçün səbəbləri götürməyib. Ona görə xilas olmaq üçün çağırmaq lazımdır. Allah Subhanahu taalanı hətta sənə qutarsın. Necə insanlar dünya işlərində xilas olmaq üçün çağırırlar köməyə kimisə. Ey filan kəs gəl mənə kömək ol. Onun qurtuluş səbəbi kiminsə onun çağırışına cavab verib gəlib onu həmin yerdən xilas etməsidir. Bu maddi ola bilər, fiziki ola bilər, mənəvi ola bilər. Hər bir halda burada bir qurtuluş, burada bir xilas var. Ona görə tövbə həmçinin xilas və nicat tapmaq yoludur. Həmçinin tövbə səbəbdir insanların əməlləri qəbul olsun və günahları bağışlasın. Allah təala buyurur ki: "Və huvellezî yaqbalu tövbete an ibadihi." O Allah qullarından tövbələri qəbul edəndir. "Və ya'fu anis-seyyiat." Və günahları bağışlayandır. Yəni tövbələr qəbul ediləndir. Tövbə qəbul olsa artıq Allah təala səndən qəbul elədi. Yəni məsələn dedin ki, Allahım mənə günahlarımı bağışla. Qəbul elədisə sən nicat tapdın. Artıq qəbul elədi. Keçdi oradan. Yox, qəbul eləməsə birdən artıq çətindir. Çətindir. Hərdən insan bir yerə məktubun göndərir, bir yerə sorağın göndərir, ehtiyacı barədə yazır. Demirlərə sənə cavab verdilər hələ. Deyir, sənin məktubun qəbul oldu. Yəni, getdi o yer var ki, hansı ki, sən ora şikayət eləmişsin, çatdı ora. İndi oradan cavab nə gələcək, baxar vəziyyətə. Amma qəbul ol, sevinirsən. Yəni, bilirsən ki, ən azından bu işlə məşğul olacaqlar. Səni çağıracaqlar. Heç də eləməsələr, bir soruşacaqlar halı və əhvalı. Ona görə qəbul olmaq üçün səbəbdir tövbə. Allah təala buyurur ki, necə bəyan etdiyi ayəni, Allah təala buyurur ki, Allah tövbələri qəbul edir və günahları bağışlayır. Və həmçinin tövbə səbəbdir cənnətə daxil olmaq üçün və oddan qurtarmaq üçün. Allah təala Quran-Kərimdə buyurur ki, "Fəxələfə min ba'dihim xalfun adaa'us-salata vettəbu'uş-şəhəvat fəsawfa yulqawna ghayya." Bir cəmaət gəldi, peyğəmbərlərin dönəmindən sonra onlar başladılar namazı zayi etməyə və pis-pis əməllər görüb şəhvətlərə uymağa, onlar cəhənnəmə girəcəklər. Və ayətin ardınca buyurur ki, "İllə mən təbə və əmənə və amilə salihən." Tövbə edib, yaxşı işlər görənlərə Allah bağışlayacaq. "Fəulaikə yədxulunəl cənnətə və la yuzləmunə şeyə." Onlar cənnətə gedəcəklər və onlara heç nə zülm edilməyəcək. Yəni Allah onları bağışlayacaq. Və həmçinin tövbə səbəbdir Allah təala məğfirətini cəlb eləmək üçün, Allahın rəhmətini cəlb eləmək üçün. Çünki insan Allahın rəhməti olmasa heç nə deyəməyəcək. Heç nə eləyə bilməyəcək. Allahın rəhməti olmadan Allah rəhm eləməsə heç kim cənnətə girəməyəcək. Heç kim, hətta Muhammed sallallahu aleyhi ve sellem, hətta başqa peyğəmbərlər belə Allah rəhm eləməsə mümkün deyil. Ona görə peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrinə deyəndə ki, hamınız cənnətə girəcəksiniz Allah rəhməti ilə, əməllərinizlə deyil. Hamısı təəccübləndilər ki, ya Rasulullah, necə olur bu? Dedilər, sən də eləsən, yəni sən də əməllərinlə girməyəcəksən cənnətə. Yaxşı, biz başa düşdük, zəifik. Amma sən, ey Allahın Rasulü, dedi, mən də. Dedilər, yaxşı, nətər girəcəyik cənnətə? Dedi ki, Allah rəhməti ilə qarşılasa. Allah rəhməti ilə qarşılasa. Yəni, Allah rəhməti ilə qarşılamasa, qəzəbi ilə qarşılasa, cənnət yoxdur. Ona görə tövbə səbəbdir və bu ay fürsətdir tövbə eləməyə. Tövbə elə, Allah təala sənə bağışlayacaq. Və həmçinin Allah təala Quran-Kərimdə buyurur ki, "Vəllezîne amilu's-seyyiâti thumma tâbû min ba'dihâ və âmenû inne rabbeke min ba'dihâ leğafûrur rahîm." O kəslər ki, pis işlər gördülər. Onun ardınca tövbə etdilər və iman etdilər.
Rəbbin o pisliklərdən sonra onları bağışlayır. Çünki o bağışlayandır, məğfirət sahibidir və rəhmət sahibidir. Yəni ayədə görsənə odur ki, günahkarlardan gedir. Yəni ayə günahkarlardan danışır. Deyir, onlar ki, pis əməllər etdilər, sonra tövbə etdilər, Allah da onları bağışladı. Çünki o bağışlayandır. Həmçinin tövbə səbəbdir insanın pis əməlləri yaxşı əməllərə çevrilsin. Səbəbdir. Çünki insanların əməlləri çevrilir, qardaşlar. Yaxşı əməllər pis əmələ çevrilir və pis əməllər yaxşı əməllərə çevrilir. Zənn eləmə ki, yaxşı əməllər eləmirsən, onu Allah qatında yaxşı kimi taparsan. Zənn eləmə ki, pis əməllər etmirsən, Allah qatında pis əməllər kimi qoyulacaq qabağına. Yox, bu dəyişilə bilər. Bizim etiqadımıza görə yaxşı əməllər də dəyişir. Məsələn, insan bir salih əməl eləyir, sonra gedir minnət eləyir onu. Əlbəttə o əməl onun barəsində əleyhinə olacaq, lehinə deyil. Çünki yaxşılığı Allah üçün yox, minnət vurmaq üçün eləmişdi. Minnət də vurdu və Allah Teala onu məhrum eləyəcək qiyamət günü. Allah Teala buyurur ki, وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا. Onların əməllərini gətirəcəyik qiyamət günü salih işlərini, sonra toz dənəciyinə çevirəcəyik. Yəni heç nə. Heç nə olmayacaq. Bu əməllərin heç biri onun xeyrinə olmayacaq. Və başqa ayədə Allah Teala buyurur ki, yəni pis əməllərin yaxşı əməllərə çevrilməsindən Allah Teala buyurur ki, illə mən təbə və əmənə və amilə əmələn salihə, tövbə edib, iman edib, salih əməl edənlərə gəlincə isə fəuləikə yubəddilullahu seyyiətihim həsənət. Allah onların pis əməllərini yaxşı əmələ çevirəcək. Yəni insan günahlar eləyib, özü ilə Rəbb arasında. Sonra tövbə edib o günahları eləməyib. Allah da o günahları yaxşı əməl kimi gətirəcək onun qabağına. Fəuləikə yubəddilullahu seyyiətihim həsənət. Allah yaxşılıqlara çevirəcək nələri pisliklər. Ona görə hədislərin birində gəlir ki, bir kişi gələcək, tövbə eləmişdi günahlarından və Allah Teala onun günahlarını savab kimi gətirəcək ona. Və deyəcək ki, ey Rəbbim, başqa günahlarım da vardı. Yəni, günahlarını istəyəcək qiyamət günü. Ona görə tövbə etdiyin günahlar, onlar sənin üçün xeyirdir. Onlar sənin üçün xeyirdir. Həm bu dünyada, həm axirətdə. Dünyada da xeyri çoxdur. Çünki insan günahlarını yada saldıqca Allaha yaxınlaşır. Xeyri var. Və axirətdə isə tövbə etmirsənsə artıq Allah Teala onu sənə yaxşı əməl kimi gətirəcək. Həmçinin səbəbdir bütün xeyrə. Tövbə xeyirlərə səbəbdir. Allah Teala buyurur ki, فَاِنْ تُبْتُمْ Əgər tövbə etsəniz, فَهُوَ خَيْرٌ لَكُمْ O sizin üçün xeyirdir. Tövbə xeyirdir. İnsan tövbə eləsə, onun üçün xeyirdir. Tövbə eləməmək şərdir. Tövbə eləməmək kibirdir. Ona görə alimlər sayıblar böyük günahdan kim ki tövbəni gecikdirir. Məsələn, günah eləyib, böyük. Deyirsən, tövbə elə və günah eləyir, özü də bilir böyük günahdır, tövbə eləmək. Deyir, bir dənə eləyim, sonra eləyəcəm. Və ya gələn eləyəcəm tövbə. O gecikdirmək var, o özü ayrıca tövbə istəyir. Ki, ey Rəbbim, mən sənə tövbəni gecikdirdiyimə görə sənə tövbə edirəm. Və tövbəni gecikdirmək böyük günahlardan özü böyük günahdır. Tövbəni gecikdirmək böyük günahlardan. Çünki kiçik günahlar aydındır, ortada gedir. Ümrədən ümrəyə, Ramazandan Ramazana, həcdən həcə, namazdan namaza, cümədən cüməyə, hədislərdə necə varid olub. Amma böyüklər, onlar azdır, onlar mütləq xüsusi tövbə olunmalı onlar barədə. Və kim onlar barədə tövbəni gecikdirirsə, yəni o özü xüsusi bir tövbə istəyir. Və sonra səbəblərdən həqiqətən də yəni tövbə iman üçün səbəbdir, insan imanı üçün, imanının güclənməsi üçün və ona mükafatın, əcrin əzəmətləşməsi üçün böyük əcrin hasil olması üçün səbəbdir. Allah təala buyurur ki, innellezine tabu və aslahu və atasamu billah və axlasu dinahum lillah fəulaikə ma'al mu'minin. Onlar ki, tövbə etdilər, özlərini düzəltdilər, Allahdan yapışdılar, ona ixlaslı oldular, dini Allaha xas etdilər, onlar möminlərlə bərabər oldular. Yaxşı, mükafat nədir? وَسَوْفَ يُؤْتِ اللّٰهُ الْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا Allah möminlərə böyük əcr verəcək. Allah möminlərə böyük əcr verəcək. Yəni, onlar tövbə etdilər, gəldilər, qoşuldular onların cərgəsinə, Allah möminlərə mükafat verəcək. Çünki onlar da möminlərlə bərabər idilər. Ola bilər, o dərəcədə deyildilər, amma
onlarla gəldilər. Yəni Allahın qabağına onlarla çıxdılar. O dəstə ki, Allah ondan razı idi. Ola bilər içindəkilərdən kimsə naqis olub, onlar qədər olmayıb, amma onlarla gəlib. Nəyinə görə? Tövbəsi ilə çatıb onlara. Tövbə eləməklə. Və həmçinin tövbə səbəbdir bərəkətin nazil olmasına. Tövbə çox eləmək bərəkəti cəlb eləyir. Və xüsusən də səmadan bərəkətin nazil olmasına. Çünki səmadan bərəkət enməsə, yerdə xeyir yoxdur. Yağış yağmasa, heç nə. Yağış yağmasa, heç nə. Yəni, yağışsız, susuz heç nə yoxdur. Həyat yoxdur. Allah həyatı sudan yaradı. Hər bir şeyi sudan yarattım. Hər bir canlını sudan yarattım, Allah deyir. Hər şeyin əsli sudur. Və olmasa artıq o bərəkət enməyəcək. Allah təala buyurur ki, Peyğəmbərlər öz qövmlərinə deyərdilər ki, Ya qavmi, ey qövmüm, İstəğfiru Rabbakum, Rəbbinizdən bağışlanma diləyin. Thumma tubu ileyh, sonra ona tövbə edin. Yursilis səmâə aleykum midrara, o səmanı sizin üzərinizə göndərsin. Yəni, yağış göndərsin səmadan sizə. Yəni, üzərinizə yağış göndərsin. Və yəzidkum quvvətən ilə quvvətikum. Yəni, sizin qüvvətinizin üzərinə qüvvət gətirsin. Və la tətəvəlləv mücrimin. Günahkarlar kimi arxa çevirməyin. Yəni, tövbə edin Allah Taalaya. Allah səmanı göndərsin sizə, yəni yağışı və sizin qüvvətinizə qüvvət qatsın, gücünüzə güc qatsın. Və həmçinin tövbə səbəbdir, mələklər insan üçün dua eləsin. Xüsusən tövbə edənə. Xüsusən tövbə edənə. Allah Teala buyurur ki, "Ellezine yahmilunel arşe ve men havleh." Onlar ki, ərşi daşıyırlar və onun ətrafındakiləri yusabbihuna bihamdi rabbihim. Rəblərinə tərif edirlər. Və yu'minuna bih. Və o mələklər Rəblərinə iman edirlər. Və yəstəğfiruna lillezine amanu. Və iman edənlərə Allahdan bağışlanma diləyirlər. Yəni, mələklər, onlar ki, ərşi daşıyır. Onlar iman edənlər üçün Allahdan bağışlanma diləyirlər. Rabbena vəsi'tə kullə şeyin rəhmə. Ey Rəbbim, hər şeyi rəhmətinlə əhatə etdin. Və ilmə, həmçin hər şeyi elminlə əhatə etdin. Fəğfir lillezine təbu. Tövbə edənləri bağışla. Mələklər dua edir bunu. Fəğfir lillezine təbu və təbə'u səbilək. Tövbə edib sənin yoluna tabi olanları bağışla və qihim əzəbəl cəhim. Onları oddan qoru, yəni od əzabından qoru. Və həmçinin səbəbdir Allahın istəyinə tabi olmaq. Tövbə eləmək, Allahın istəyinə tabi olmaq. Çünki Allah qullarından tövbə istəyib. Allah Teala buyurur ki, "Vallahu yuridu en yetuba aleykum." Allah istəyirsin tövbələrinizi qəbul etsin. Yəni tövbə eləyin Allaha. Yəni, sən Allah Teala'nın səni bağışlamaq istəyin üçün əməlindir tövbə. Allah sənə bağışlasın deyənə. Həmçinin sonuncu, Allah Teala tövbə edənin tövbəsinə sevinir. Səbəbdir Allah Teala'nı sevindirməyə. Və biz bilirik ki, Allah Teala'nı sevinmək, fərah sifəti var. Allah sevinir. Qulunun tövbəsinə sevinir, subhanallah. Günahkar tövbə edir, Allah sevinir. Necə? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Lallahu əşəddu fərəhən bi tövbəti abdihi Hine yetubu ileyhi min ahadikum kana ala rahilatihi bi ardin falah. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allah'ın bir qulunun tövbəsinə sevinməsi daha şiddətlidir o kəsin sevinməsinə ki, o öz miniyini, dəvəsini səhrada itirir. Və ondan uzaqlaşır. Və fəətə şəcərətən fəadca'a fi zillihə və qad yəisə min rahilətihi. Və deyir, gəlir, oturur bir ağacın kölgəsində və artıq öz miniyini, öz dəvəsini tapmaqdan artıq
əlini üzmüşdü. Və o belə olduğu halda dəvəsi gəlir. Yəni, yuxu alır onu və ayılır görür ki, dəvəsi hardansa gəlib. Və sevincindən deyir ki, Allahümmə, deyir, Allahım, əntə abdi, sən mənim qulumsan, və ənə rabbuk, mən sənin Rəbbinəm. Gör, sevinc nə qədər insanı həddə çatdıra bilər ki, insan sevincindən deyir ki, Allahım, sən mənim qulumsan, mən də sənin Rəbbinəm. Kişi iki dənə küfr edir burada, bir dənə yox. Birinci deyir ki, Allahım, sən qulsan, ikinci küfürdür ki, mən Rəbbəm. Lakin Peyğəmbər s.ə.v deyir ki, Peyğəmbər s.ə.v buyurur ki, Axta min şiddəti fərahihi, şiddətli sevincindən xəta etdi. Şiddətli sevincindən xəta etdi. Hədisi Müslim rəvayət edib. Bu 11 səbəb idi təqribən, ya 12 səbəb idi. Müxtəsər qeyd elədik tövbə barəsində və mühümdür tövbə. Allahım bizi tövbə edənlərdən elə və bizim tövbələrimizi qəbul elə, günahlarımızı bağışla. Həqiqətən sən bağışlayansan və rəhmədənsən. Və sallallahu nəbiyyina Muhammedin